enerjini daha doğru yolda, daha doğru bir şəkildə atmış olur, gəlir və artıq istədiyi dərsində oxuya bilər, rahat bir həyatını keçirdə bilər. Buradan valideynlərə də səslənir ki, uşaqlarınız Talib bəyin dediyi kimi gedib çayxanalarda, publarda falan gəzəcəyinə getsin 3 dənə turnik vurub 5 dənə polyaqol hərəkətləri eləyib. Normal siz də bilirsiniz ki, yəni gözünüz də arxada qalmır ki, bu ağırlıq altına girmir, çəki daşı düşər üstünə, əli sınırarsan, ayağı turnikdir də, yəni uzaqbaşı oradan əli çıxacaq, bu boyda hündürlükdən düşəcək yerə. Bəli. Gedir çayxanada nə görür? Siqaret çəkir biri orada, biri orada qəlyandadır, söyüşlər, o da hər gedir. Siqaret də bilirsiniz də hansı tərəfə gedir. Daha indi burada 2 dəqiqədən adını çəkmək istəmirik. Daha pis fəsadlara gedir. Bədbəxtçilik. Özünü də fərqli yox. Gedib zalda heç görmüsən ki, biri burada siqaret qolsundan idman eləsin ya da ki, turnik orada idman edirsə, sağlamlıq üzərinə getdiyi üçün doğru şəkildə ətraf cəmiyyətini fokuslanır. Bəli, ətraf cəmiyyətini də doğru şəkildə qurmuş olur. Tapdığı insanlar daha sağlam insanlar olur. Fikri də sağlam olur. Bəli. Əhatəsi daha sağlam insanlarla dolu olur belə. Bəli.